Salam əziz klientlər. Bugündən sizə 2025 DİM-in fizika test olgusunun izahını verəcəm. Birinci dərsimiz düz xəttli, bərabər sürətli və dəyişən sürətli hərəkətdir. Birinci sualdan başlayaq. Birinci sualımızda deyilir ki, yer dəyişmənin zamana görə dəyişmə yeyinliyini xarakterizə edən fiziki kəmiyyət nədir? Deməli, yer dəyişmənin dəyişmə yeyinliyini xarakterizə edən fiziki kəmiyyət təbii ki, sürətdir. V bərabərdir S böl T ifadəsinə görə. İkinci sualımız, mexaniki hərəkət zamanı aşağıdakı kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Təbii ki, yer dəyişmə sıfır ola bilər. Cisim hərəkətə başlayır, haradan? Məsələn, A nöqtəsindən hərəkətə başlayır. Cisim hərəkət edir və yenidən geri qayıdıb B nöqtəsinə, yenə də A nöqtəsinə qayıdıbsa, o zaman onun yer dəyişmə sıfıra bərabərdir. Ədəd qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan kəmiyyət. Ədəd qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan kəmiyyət yenə də sürətdir. Vahid 1 deməkdir. T-ni yenə 1 qoyanda S V-yə bərabər olur. Deməli, ədəd qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan kəmiyyət sürətdir. Növbəti sualımız, verilmiş hərəkət şəraitində ölçülər nəzərə alınmayan cihaz bu maddi nöqtədir. Cismin başlanğıc vəziyyəti ilə onun son vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası yer dəyişmə adlanır. 6-cı sualda cismin sürəti ilə zamanın hasili, sürətlə zamanın hasili V vur T-dir. O da təbii ki, ya yol ya da yer dəyişmə deyə bilərik. Burada yoldur. Növbəti sualımız 7-ci sual. Cismin digər cisimlərə nəzərən zaman keçdikcə fəzada vəziyyətinin dəyişməsi nə adlanır? Təbii ki, mexaniki hərəkət adlanır. 8-ci sualımız, bərabər sürətdə hərəkət edən cismin yerdə getdiyi yolun zamanından hansı qrafik vermişdir? Cismin sürətini tapmalıyıq. Sürətin də düsturu bildiyimiz kimi V bərabər S böl T-dir. Burada S-i 10 götürürüksə, T-ni 2 götürməliyik. Əgər S-i biz 20 götürsə, o zaman T-ni 4 götürməliyik. Hər ikisində cavab eyni alınacaq zaten. 10 bölünsün 2 nə eləyəcək? 5 edəcək. Növbəti sualımız keçid edək. Sualımıza keçid edək. 9-cu sual. 9-cu sualda bizə nə deyir? Deyir ki, bərabər sürətdə hərəkət edən cismin sürətinin bunun zamanı nasıl qrafik vermişdir? Cismin 20 saniyədə getdiyi yolu tap. Sürət zaman qrafikində, grafikin altında qalan bu fiqurun sahəsi bizə nə verir? Yolu verir. Oradan da bu fiquru təbii ki, düzbucaqlıdır. Düzbucaqlının sahəsini necə tapırıq? N-ni uzunluğuna vurmaq şərti ilə tapırıq. Olur 800 metr. Ara getdi. 800 metr. Amma bizdə görürsünüz kilometrləndir. 800 metr təbii ki, 0,8 kilometrdir. Növbəti sualımız, bərabər sürətli hərəkətdə yolun zamanından asılılıq qrafiki. Yol L və yaxud S ilə işarə edə bilərik. V vur T-dir. Bərabər sürətli hərəkətdə sürət sabitdir. Sürət sabitsə S T-dən necə asılıdır? Düz mütənasib asılıdır. Bərabər sürətli hərəkətdə sürətin modulunun zamanından asılıq qrafiki. Bərabər sürətli hərəkətdə sürət sabitdir. O zaman qrafik C bəndində kim olacaq? 12-ci sualda cismin sürətinin modulunun zamandan asılı qrafikinə görə 2 saniyədə getdiyi yolu hesablayın. Yenə də VT qrafikində gedilən yol fiqurun sahəsidir. Burada 2 saniyə dediyi üçün 2 saniyədəki fiqurun sahəsinə baxırıq. O da L bərabərdir 10 vurunsun 2. Bu da eləyəcək nə? 20 metrdir. Növbəti sualımıza keçid edək. Növbəti sual 13-cü sualdır. 13-cü sualda yenə deyir, cismin sürətinin zamandan asıllıq qrafikinə əsasən müşahidəyə başlayandan 4 saniyə ərzində getdiyi yolu hesablayın. Yenə də eyni məsələdir. Deməli, 4 saniyə sonra yol istəyirsə, biz bu fiqurun sahəsini tapacağıq. Bu fiqur L bərabərdir 5 vur 4-dür, yəni 20 metrdir. Növbəti sualımız 14-cü sual. 14-cü sualı burada yazaq. 14-cü sual. 14-cü sual. 90 km böl saatı metr böl saniyə çevirəcək. Bunun yolunu göstərirəm. Asant versiyası da var, onu da deyəcəm. Deməli, 90 km böl saat neçə metr böl saniyədir?
90 olduğu kimi yazırıq. Yuxarıda 1 kilometr var. 1 kilometr təbii ki 1000 metrdir. 1000 metrdir. Aşağıda 1 saat var. 1 saat 3600 saniyədir. O zaman biz kilometr böl saat, metr böl saniyə çevirdik. Sadəcə burada ixtisarlar eləyəcəyik. Bu 2 sıfırla bu 2 sıfır ixtisar gedər. 36 ilə 90 ixtisar getsə, deyək 6 ixtisar getsə burada 6 qalar. Burada da 6 ixtisar getsə 15 qalar. 15 vur 10 böl 6. Bu da eləyər uşaqlar 3-ə getsə 5, 52, 25. 25 metr böl saniyə. Cavabımız 25 metr böl saniyədir. Amma bunun asan versiyası belədir. Ümumiyyətlə hər hansı bir rəqəm verirsin, fərqi yoxdur. Kilometr böl saat, metr böl saniyə çevirəndə həmən o rəqəmi 3,6-ya bölmək lazımdır. Verilən rəqəmi 3,6-ya böləndə kilometr böl saatı, metr böl saniyə çevirmiş oluruq. 90-ı da 3,6-ya böləndə təbii ki 25 eləyəcək. Metr böl saniyə. Əgər metr böl saniyəni kilometr böl saniyə çevirdisə, kilometr böl saata çevirdisə, onda verilən rəqəmi biz 3,6-ya böləcəyik. Məsələn, 5 metr böl saniyəni istəyirik ki, kilometr böl saata çevirək. O zaman 5-i vuracaq 3,6-ya, bu da eləyəcək 18 kilometr böl saat. Bunları belə qısa versiyasını da bilmək lazımdır. Növbəti sualımız deməli 14-ü yazdıq, 15-ci sualdır. 15-ci sualda da deyir ki 54 kilometr böl saat neçə metr böl saniyədir? O zaman biz nə edəcəyik? Rahat versiya 54-ü 3,6-ya böləcəyik. 54-ü 3,6-ya böləndə nə eləyir? Səhv etmirəmsə 15 edir. 15 metr böl saniyə edir. Cavabımız C bəndi olacaq. Növbəti sualımıza keçid edək. 16-cı sual. Düzxətli bərabər sürətli hərəkət zamanı təbii ki sürət sabitdir. Bunu hamımız bilirik. 17-ci sual. Bir düzxət üzrə hərəkət edən iki müadil nöqtənin koordinat zamanası qrafik verilmişdir. Müşahidəyə başlayandan 3 saniyənin sonunda müadil nöqtələr arasındakı məsafə hesabla. Deməli, bu koordinatın ümumiyyətlə zamandan asılı qrafikində qrafiklər harda kəsişiblərsə, bu o deməkdir ki, onlar orada görüşüblər. O zaman maddi nöqtələr və yaxud da cisimlər görüşüblərsə, onlar arasındakı məsafə nədir? Sıfırdır. 18-ci sualda da oxuyuruq. Deyir, bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan 4-cü saniyənin sonunda maddi nöqtələr arasındakı məsafə. Yenə də XT qrafikində qrafiklər harda kəsişibsə, orada görüşüb deməkdir. Və görüşübsə, onlar arasındakı məsafə nəyə bərabərdir? Təbii ki, sıfıra bərabərdir. Növbəti sual 19-cu sualdır. 19-cu sualda nə deyir? Bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatı zaman asılı qrafik verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşür? Yenə də cisimlər XT qrafikində görüşüb demək kəsişmə nöqtəsini götürəcəyik. Ancaq bu XT qrafikində belədir. Yəni ki, başqa VT qrafikində kəsişmə nöqtəsi görüş nöqtəsi demək deyil. Amma XT qrafikində kəsişmə nöqtəsi görüş nöqtəsi deməkdir. Demək, burada görüşüblər. Koordinatın 2 koordinatda və 8-də görüşüblər. Zaman olaraq 1 saniyə və 4 saniyədə görüşüblər. Yəqin bu variantda o birisi tərəfdədir. Baxaq variantlarına. 1 və 4 dediyimiz kimi cavab C bəndi. Növbəti sualımız Növbəti sualın 20-ci sualdır. 20-ci sualda deyir ki, bir düz xətt üzrə hərəkət edən iki cismin koordinatın zamanı asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşüblər. Deməli, yenə də XT qrafikində kəsişmə nöqtəsini götürəcək. Harada kəsişiblər? Burada kəsişiblər və burada kəsişiblər. Bu hansı zamana uyğun gəlir? 1 və 5 zamanına uyğun gəlir. Növbəti sualımız deməli düz xəttli X oxu üzrə düz xəttli bərabər sürətlə hərəkət edən cismin sürətin proyeksiyasının zaman asılı qrafiki. Deməli, sürətin proyeksiyası koordinatla bağlı düsturu
Vx bərabərdir 2,0 bölünsün t-yə bərabərdir. Yəni cavab B bəndidir. Növbəti sual düz xətli bərabər sürətli hərəkətdə sürət hansı ifadə təyin olunur? Təbii ki, sürət V bərabərdir S bölü T düsturuna təyin olunur. 23-cü sual düz xətli bərabər sürətli hərəkətdə cismin hərəkət müddəti hansı ifadə təyin olunur? Müddət istəyir bizdən. V bərabərdir S bölü T-dən. Müddət T demək. T bərabərdir S bölü V götürəcək. Cavab Y bəndi. 24-cü sualda düz xətli bərabər sürətli hərəkətdə gedilən yol hansı ifadə təyin olunur? V bərabərdir L bölü T-dən. L də bərabərdir V vur T olmuş olacaq. Yəni cavab C bəndi olacaq. 25-ci sual düz xətli bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası hansı ifadə təyin olunur? Bizdən Sx istəyir. Sx bərabərdir Vxt olmuş olur. O da hansı bənddir? A bəndidir. Sonra növbəti sual 26-cı sualdır. Yer dəyişmənin düzgün tərifi hansıdır? Biz bilirik ki, yer dəyişmənin tərifi cismin başlanğıc nöqtəsi ilə onun son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yer dəyişmə vektorial kəmiyyət, onun istiqaməti var. Burada da C bəndindədir, cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən düz xətt parçası deyir. Amma biz istiqamətlənmiş düz xətt parçasını götürəcəyik. Ona görə cavab Y bəndi. Cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası. 27-ci sual trayektoriya nədir? Cismin maddi nöqtənin və yaxud da cismin hərəkət zamansızlığı xətt. Maddi nöqtənin hərəkət zamansızlığı xətt trayektoriyadır. 28-ci sualda düz xətli bərabər sürətdə hərəkət edən maddi nöqtənin koordinatının zamanla asılılıq tənliyi hansıdır? Koordinatın tənliyi x bərabər x0 plus vt. Düz xətli bərabər sürətdə hərəkət edən hərəkətdə gedilən yol ilə yerdəyişmə vektorunun modulu arasından münasibət doğrudur. Cisim əgər düz xətli hərəkət edirsə, düz xətt üzrə hərəkət edirsə, tutalım ki, cisim A nöqtəsindən B nöqtəsinə gəlməlidir, amma düz xətt üzrə gəlir və bu zaman cismin getdiyi yolla yer dəyişməsi nə olur? Üst-üstə düşür, yəni bir-birinə bərabər olur. Əyri xətt hərəkətli isə 30-cu sualda əyri xəttli deyir. Məsələn, cisim A nöqtəsindən B nöqtəsinə gəlir, amma düz gəlmir, əyri gəlir. Bu, bunun getdiyi yoldur. Əyri xəttli hərəkətdə yer dəyişmə ilə yol üst-üstə düşmür və yer dəyişmə ən qısa məsafə olur. Cismin getdiyi yol onun yer dəyişməsindən nə olur? Böyük olur. Y bəndi. 31-ci sualda deməli deyir ki, 31-də düz xəttdə hərəkət edən cisimlərin sürətinin proyeksiyalarını, nisbətini hesabla. Mən bu formada yaza bilərəm. Deməli, buradan görürük ki, hər iki cisimin zamanı eynidir. O zaman V bərabərdir S bölü T-yə görə. Hər ikisinin zamanı eynidirsə, onda sürət nədən asılıdır? Yer dəyişmədən asılıdır. Necə asılıdır? Düz asılıdır. Onda yazıram V1x bölünsün V2x bərabərdir S1-in S2-yə nisbəti. S1-imiz 50-dir, S2-imiz 20-dir. Bu da elə 2,5. Və yaxud da ayrı-ayrı tapa bilərik. V1x bərabərdir S1x bölü T1. Yəni S1 50-dir, T 10-dur. Bu eləyər 5. V2x bərabərdir S2x bölü T. S2 20-dir, T yenə 10-dur. Bu eləyər 2. Sonra V1x-in V2x-ə nisbəti 5 bölü 2, bu da eləyər 2,5. Bu ikinci dəfə yazdığım uzun versiyadır. Amma belə də yaza bilərsiniz, problem yoxdur. Növbəti sualımıza keçid edək. 32. Eyni tipli sualdır. Burada isə yer dəyişmələr eynidir. Deməli, nə edirik? 32-ci sualda yazırsam V bərabərdir S bölü T-yə, Vx deyək, Sx deyək. İkisini də buradan görürük ki, yer dəyişməsi eynidir. Yer dəyişmə eynidirsə, onda sürət zamanla tərs asılıdır. O zaman V1x bölünsün V2x bərabərdir T2 böl T1 yazacaq. Tərs asılıdır çünki. T2-nin yerinə yazaram 10, T1-in yerinə yazaram 5. Bu da eləyərlə 2 eləyər. Növbəti sualımız 32-ci sualdır. 32-ci sualda deyir ki, daha doğrusu 33-cü sual. Cismin koordinatının zamanı asılı qrafikinə əsasən onun sürətini
x ox üzrə proyeksiyasını tapmaq lazımdır. Düstur var və x bərabərdir x0 böl t. X-imiz 20-dir, x0'ımız 5'dir, t'miz də 5'dir. Bu da eləyər 3. Bəzən bu 33 uşaqlar belə yazmağa çalışırlar, o da olar və x bərabərdir sx böl t. Amma burada bir xəta edirlər. O xəta nədən ibarət? S-in yerinə 20 yazırlar. Amma cisim 0-dan başlayıb getsəydi, S-in yerinə 20 yaza bilərdi. Amma 5-dən başlayıb getdiyi üçün 5-dən 20-yə gedirsə nə qədər yol gedib? 15 metr yol gedib və 5 saniyə. Bu da olar 3 metr böl saniyə. Növbəti sual 34-cü sual yenə 33-lə eynidir və x bərabərdir 16 çıx 4 12 bölünsün 4, bu da eləyər 3 metr böl saniyə. 35-ci suala baxırıq. 35-ci sualda nə soruşulur bizdən? X oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? Deməli, bu tənliklərin hər biri x bərabərdir x0 plus vt tənliyidir. Və bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə yer dəyişməli düstur sx bərabərdir vxt. Bizə məsələdə deyir ki, eyni zaman müddətində. Əgər zaman eynidirsə, hamısı üçün zaman eynidirsə, onda yer dəyişmə nədən asılıdır? Sürətdən. Hansının sürətinin modulu çoxdursa, onun yer dəyişməsi çox olacaq. Baxırıq ki, hansının sürəti çoxdur. Təbii ki, burada sürət 3-dür, burada mənfi 4-dür, burada 1-dir, burada mənfi 2-dir, burada isə 6-dır. Deməli, sürət burada çoxdur, ona görə də orada yer dəyişmə də çox olacaq. 36-cı sualda hansı zaman yer dəyişmə modulu ən kiçikdir deyirsə, burada da sürətin ən kiçiyini axtarırıq. Burada da görürük sürətin ən kiçiyi A bəndidir. Bəzən uşaqlar qarışdıra bilər ki, axı mənfi 4 var, mənfi 2 var. Burada bizdən modul istənilir. Ona görə də o mənfiyə baxmayacaq. 37-ci sualda x oxu üzrə hərəkət edən və hərəkət tənliyi bu şəkildə olan verilmiş mat nöqtənin 4 saniyədə yer dəyişmə. Burada da uşaqların xəta etdiyi yeri deyəcəm sizə. Bəzən uşaqlar x bərabərdir 6 üstəgəl 3t düsturundan 6 üstəgəl 3 vur t-ni yerinə 4 yazaraq 18 metr, cavab 18 metr olaraq qeyd edirlər. İndi düzdür, burada 18 yoxdur. Bu 18 x deməkdir, son koordinat. Belə tapandan sonra biz sx bərabərdir x0-dan 18 çıxılsın. x0'ımız da təbii ki 6'dır. Bərabər 12 metr tapırıq. Cavab 12'dir. Və yaxud da bu düz xətti bərabər sürətli hərəkətin tənliyi olduğu üçün bizdən yer dəyişmə istədiyi üçün düz xətti bərabər sürətli hərəkətdə yer dəyişmənin düsturu vx vur t-dir. Buradan v-miz neçədir? 3. Teoremə də tapıb eləyə bilərik. Yəni x-in teoreməsi zaten v-ni verəcək. Bu ifadənin teoreməsi 3 verir. Deməli v 3-dür. T-nin dəyərinə 4 yazırıq. Bu da eləyinə qədər 12 metr. Digər məsələ 38-ci məsələdə x oxu üzrə hərəkət edən və hərəkət tənliyi bu şəkildə verilmiş mat nöqtənin 2 saniyədə yer dəyişməsini tap. Yenə də 38-də də 2 saniyədə yer dəyişmə sx bərabərdir vxt-yə. V-miz görsənir ki 6-dır, t-miz də 2-dir. Bu eləyər nə qədər? 12 metr. Növbəti sualımız 39-cu sual olacaq. 39-cu suala keçid edək. Burada deyir ki 1800 cm böl dəqiqəni metr böl saniyə çevirmək lazım olur. Tələb olunur bizdən. Deməli 39-cu sual. 1800 cm böl dəqiqə bərabərdir. 1800'ü yazırıq, ondan işimiz yoxdur. Yuxarıda santimetr var, yəni 1 santimetr var. 1 santimetr təbii ki 0,1 metrdir. Aşağıda dəqiqə var, 1 dəqiqə 60 saniyədir. Deməli metr böl saniyə. Buradan ixtisar eləyəcəm. Deməli bu 2 sıfırla təbii ki bu 0 gedəcək. Yuxarıda qalacaq 18 böl 60. Bu da eləyəcək 0,3. Yəni cavabımız nə oldu? 0,3 oldu. D bəndi. Növbəti sual 40-cı sualdır. O da 900-dür. 900 santimetr böl dəqiqəni yenə də metr böl saniyə çevirəcəyik. Yenə yazırıq 900. Deməli
santimetr 0,01 metr, bu da 60 saniyə. Yenə bu iki vergüllə bu 2 0 gedəcək. 9 böl 60, bu da eləyər 0,15 metr böl saniyə. Növbəti sualımız 41-ci sualdır. Burada bizə deyir ki, cismin sürətinin zamandan asılı qrafik verilmişdir. Cismin 30 saniyə müddətində getdiyi yol 10 saniyə müddətində getdiyi yoldan nə qədər çoxdur? 30 saniyədə getdiyi yol tap deyəndə burada qalan fiqurun sahəsini tapırıq. Yəni L1 deyə istəyirsə buna. L1 bərabərdir 30 vur 40 eləyər 40 yox 4 eləyər 120 metr. Bir də bizdən soruşulur 10 saniyədə. 10 saniyə isə bu da buradır. L2 bərabərdir 10 vur 4 eləyər 40. 120-dən də 40-ı çıxanda nə qalar? 80 qalar. Növbəti sualımız 42-ci sualdır. 42-ci sualda nədir? Cismin sürətinin zamandan asılı qrafik verilmişdir. Yenə burada da 20 saniyədən 10 saniyəni soruşur. 20 saniyədə gedilən yolumuz 20 vur 4 80-dır. 10 saniyədə gedilən yolumuz 10 vur 4 40-dır. Nə qədər çoxdur? 40 çoxdur. Növbəti sualımız neçənci sualdır? 43-cü sual. Niyə belə oldu? Bir dəqiqə dostlar, tanışlar. 43-cü sualımız nədir? 43 deyək buna. X oxu üzrə hərəkət edən cismin hərəkət tənliyi x1 bərabər 5 çıx 2t, x2 bərabər 2t çıx 5 şəklində verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşmək o deməkdir ki, son koordinatlar bərabərləşir görüşəndə. x1 birinci cismin son koordinatıdır, x2 ikinci cismin son koordinatıdır. x1 x2-yə bərabər olanda onlar görüşürlər. x1-in yerinə yazırıq 5 çıxılsın 2t bərabər x2-nin yerinə yazırıq 2t çıxılsın 5. Bu sola, bu sağa keçdikdə 10 bərabərdir 4t, t də bərabərdir 2,5 saniyə. Deməli 2,5 saniyə sonra görüşəcək. Növbəti sualımız 44-cü sualdır. Onu da buradan yazaq. Nədir? Yenə də x ox üzrə hərəkət edən iki cismin hərəkət tənlikləri verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşər? Yenə görüşər deyir. x1 x2-yə bərabər olanda görüşürlər. x1-in yerinə yazırıq 5 çıxılsın 3t bərabər x2-nin yerinə yazırıq 4t çıxılsın 9. 9 sol tərəfə keçəndə olur 5 üstəgəl 9 14. 3t sağ tərəfə keçəndə olur 4t üstəgəl 3t eləyir 7t. Buradan da t bərabərdir 2 saniyə olmuş olur. Bunun da cavabı 2 saniyədir. Növbəti sual keçid edək. 45-ci sual. 45-ci sual belədir. X oxu üzrə düz xətli hərəkət edən cismin koordinat zamanı hansı qrafik verilmişdir? Bu cismin 6 saniyə ərzində getdiyi yol tap. Yol xt qrafikində yol və yaxud da yer dəyişmə x oxunun üzərində axtarılacaq. Deməli, cisim əvvəlcə x ox istiqamətdə gedib. Neçə metr? 10 metr. Sonra təzədən geri qayıdıb. Neçə metr? 10 metr. 10 metr gedib, 10 metr geri qayıdıb. Sanki belə bir şeydir. Cisim A nöqtəsindən başlayıb 10 metr sağa gedib. Sonra təzədən 10 metr geri qayıdıb. Nə qədər yol gedib? Təbii ki, 20 metr. Bizdən də yol soruşduğu 20. Bir də soruşa bilər burada yer dəyişməni. Yer dəyişmə desəydi 0 olacaqdı. 46-cı sualda eyni qaydana. Burada cisim x oxun əksinə gedib 20 metr. Orada mənfi 20 o demək deyil ki, cavab mənfi ilə falan olacaq. 20 metr gedib, sonra təzən 20 metr qayıdıb. Cəmsi nə qədər gedib? 40 metr yol gedib. Doğrudur. Növbəti sualımız 47. Baxın, burada bu fikir verirsə, əgər qrafik bir nöqtəsi yazılan qrafik düz davam etsəydi və bunun üstündə 2 ilə 3 olsaydı, onda 1 də, 2 də, 3 də bir-birinə bərabər olardı. Amma burada düz davam eləməyib, sanki qrafik əyilib zaman oxuna yaxınlaşıb.
sanki zaman oxu daha çox artıb. V bərabərdir x0 böl t-yə görə. Zaman oxu artıbsa, zaman artıbsa deməli V azalıbdır. Yəni bunların V'si birincinin V'sindən az olacaq. Amma 2 ilə 3 eyni xəttin üstündə olduğu üçün 2 ilə 3-ün V'si eynidir. 2 ilə 3-ün V'si eynidir. Amma V1 onlardan nədir? Böyükdür. Doğrudur, Y bəndi. 48-ci sual. X oxu üzrə hərəkət edən iki cismin hərəkət tənliyi verilmişdir. Nə qədər vaxtdan sonra birinci cisim ikinciyə çatar? Birinci cisim ikinciyə çatar o demək ki, yəni görüşərlər. Bayaq dediyimiz kimi cisimlər nə vaxt görüşürlər? Onların son koordinatları bərabər olanda. Birincinin son koordinatı x1-dir, ikincinin son koordinatı x2-dir. x1 x2-yə bərabər olanda onlar görüşəcəklər. Onda yazırıq. 8 üstəgəl 6t bərabərdir 24 üstəgəl 2t. 2t sol tərəfə keçir. 6t'dən 2t-ni çıxanda eləyir 4t. 8 də sağ tərəfə keçir. 24-dən 8 çıxanda 16. Buradan da t bərabər 4 saniyə. Deməli 4 saniyə sonra nə edəcəklər? Görüşəcək. Növbəti sualımız 49-cu sualdır. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə üzrə gəlir. Deməli, biri bu şəkildə gəlir A-dan B-yə. Yarım çevrə boyunca T1 müddətində gəlir. Digəri isə A-dan B-yə düz xət üzrə gəlir. Amma eyni sürətlə gəlir. Biz bunu belə baxa bilərik ki, cismin sürətinin düsturu axı L böl T-dir. Eyni sürətlə deyir, biz buradan t-ni tapdığımız zaman t bərabərdir L böl V olur. Eyni sürətlə gedəndə sürət sabitdirsə, onda t L-dən düz asılıdır. Onda mən yaza bilərəm t1 böl t2 bərabərdir L1 böl L2. L1 birinci trayektoriya üzrə gedilən yoldur. Birinci trayektoriya çevrənin yarısıdır. Çevrənin tamı getsəydi 2 pi qədər gedərdi, amma yarısını gedib deməli pi qədər gedir. İkinci getdiyi trayektoriya diametrdir. Diametr isə 2 r-dir. Buradan r-lər ixtisar gedəndən sonra nə qalır? Pi böl 2 qalır. Digər 50-ci sual. Burada da A nöqtəsindən eyni vaxtda hərəkətə başlayan iki cisimdən biri V1 sürəti ilə yarım çevrə boyunca, digəri isə V2 sürəti ilə AB düz xətti boyunca hərəkət edərək B nöqtəsinə eyni vaxtda çatır. Demək, 50-ci sualda eyni vaxtda çatır demək o deməkdir ki, V bərabərdir L böl T-dən. Bu səfər T-lər eynidir. T-lər eynidirsə, onda V L-dən düz asıldı. Onda yazıram V1 bölünsün V2 bərabərdir L1 böl L2. L1 yenə birincinin getdiyi yoldur. Birincinin getdiyi yol çevrənin yarısıdır. Yəni pi r qədər gedir. L2 isə ikincinin getdiyi yoldur. İkincinin getdiyi yolda yenə də nədir? Diametrdir. Diametr də 2 r-dir. Bunlar ixtisar gedəndən sonra nə qalır? Təbii ki, pi böl 2 qalmış olur. Bu da belə. Növbəti sualımız 51-ci sualdır. 51-ci sualda qrafik verilir. VT qrafiki düz mütənasibdir və burada sürət müsbətdir. Bu bərabər sürətdə hərəkətdir. Bərabər sürətdə hərəkətdə koordinat zamandan təbii ki, düz asılır. Əgər qrafik aşağıda olsaydı, Y bəndi olardı. 52-ci suala belə baxacaq. Deməli, bu nəyə bənzəyir? Bu bir parabolaya bənzəyir və bu yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətdə bildiyimiz kimi sürət neyinir? Artır. Yəni qrafik getdikcə x oxuna yaxınlaşır, deməli sürət neyinir? Artır. Sürət artırsa 3, 2, 1 olmuş olacaq. Yəni ən böyük 3, sonra 2, sonra 1. 53-cü sualda isə bu sanki yavaşlayan hərəkətə bənzəyir. Zaman oxuna yaxınlaşır. Yavaşlayırsa sürət neyinir? Azalır. Sürət azalırsa deməli 1 böyükdür, 2 böyükdür, 3 qeyd edəcəyik. Növbəti sual 54-cü sualdır. 54-cü sualda xt qrafik verilib, düz mütənasib verilib. Düz mütənasibsə demək bu bərabər sürətlə hərəkətə aiddir. Bizdən A nöqtəsi üçün zamanı istəyir. Biz nə edirik? Öncəliklə 2 saniyəyə qədər olan hissə üçün sürəti tapırıq. Zaten sürəti tapsam bütün hallarda sürət eyni olacaq. Çünki bərabər sürətlə hərəkətdir. Sürəti belə tapırıq. 54 deyək buna. V bərabərdir delta x böl t. 2 saniyədə delta x-imiz 20-dir. T-miz 2, bu elədi 10. Deməli, sürəti 10 tapandan sonra mən artıq sürətin bu düsturunu ümumiyə tətbiq edəcəm. Yəni, yenə də yazacağım. V bərabərdir x0 böl t-yə və mənim məqsədim oradan t-ni tapmaqdır. Buradan da t bərabərdir. X-imiz
ümumi, bu səfər ümumi götürəcəm. X-imiz 10-dur. X sıfırımız mənfi 20-dir. Bölünsün. T-ni tapanda bu V aşağı düşür. V-ni də 10 tapmışam. Bu eləyir 30 böl 10 eləyir nə? 3 saniyə. Cavabımız 3 saniyə. Növbəti sual 55-ci sualdır. 55-ci sualda bizdən soruşur ki, cisim ABCD trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişmənin modulundan neçə dəfə çoxdur. İndi öncə biz yolu tapaq. 5 metr gəlib, üstə gəl 6 metr, elədi 11 metr. Bir də plus 3 metr, elədi 14 metr. Deməli, cisim ümumilikdə 14 metr yol gedir. Bizdən yer dəyişməni istəyir. Bir də yer dəyişməni tapmalıyıq daha doğrusu. Yer dəyişmə də cismin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu yer dəyişməni tapmaq üçün burada biz özümüz üçün bir düzbucaqlı üçbucaq qura bilərik. Yəni buranı çəkərəm bu istiqamətdə, buranı da aşağı tamamlayaram. Burada gördüyümüz kimi bir düzbucaqlı üçbucaq meydana gəldi. Və bu düzbucaqlı üçbucağın bu tərəfi ümumilikdə, axı bura 3-dür, buradan bura qədər də 5-dir, ümumilikdə 8-dir. Bu qırmızı olan tərəf isə 6-ya bərabərdir. İstəsəz bu düzbucaqlı üçbucağı yuxarıda da qura bilərsiniz, o önəmli deyil. Onda burada bu yer dəyişməmiz Pifaqor teoremindən 3 və 5 eləyir 8-in kvadratı, üstə gəl 6-ın kvadratıdır. Bu da 10 eləyir. Deməli, avtomatik olaraq biz yer dəyişmə 10 metr tapdıq. Məsələdə deyir ki, yol yer dəyişmədən nə qədər çoxdur? O zaman yolu yer dəyişməyə bölməmiz lazımdır. Yolu yer dəyişməyə böləndə də 1,4 eləyir. Yəni, cavab 1,4 olacaq. Bunun cavabı o tərəfdədir, yəqin ki. Hə, 1,4 A bəndir. Növbəti sualımıza keçid edirik. Burada nə deyir bizə? Deyir ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Yolla yer dəyişmə. Vektorial cəmiyyətdir. Yəqin ki, bilirik. Yer dəyişmə vektorial cəmiyyətdir. Sonra vahidi beynəlxalq sistemdə əsasdır. Həm yol, həm yer dəyişmə. İkisi də məsafədir. Vahidi metrdir və beynəlxalq sistemdə əsas vahiddir. Ortaya gedəcək. Skalyar cəmiyyətdir. O yola gedəcək. Hərəkət trayektoriyasının uzunluğudur. O da yola gedəcək. Yol hərəkət trayektoriyasının uzunluğu. Hərsə zaman sıfıra bərabər ola bilər. Təbii ki, yer dəyişmə sıfıra bərabər ola bilər. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu da gedəcək yer dəyişmə. Deməli, cavab A bəndir. Növbəti 57-ci sualı izah edirəm. 57-ci sual vektorun hər hansısa bir oxa X ya da Y oxuna proyeksiyasının bağlı bir məsələdir. Bir xatırlatma eləyəcəm. Biz məsələn bir Y oxu çəkirəm. Hər hansısa bir olsun A vektoru məsəl üçün. A vektorun Y oxuna proyeksiyasını tap deyəndə biz nə edirdik? A vektorun başlanğıcından Y oxuna perpendikulyar endirirdik. A vektorunun sonundan Y oxuna perpendikulyar endirirdik. Bu perpendikulyar arasındakı bu parçanın uzunluğu A vektorunun Y oxuna proyeksiyası AY. Əgər vektorunun ox əks istiqamətdədirsə, onun proyeksiyası mənfi olurdu. Sonra belə bir şey bilirdik. Deyək Y oxu bir dənə olsun B vektoru. B vektorunun Y oxuna proyeksiyasını tapmaq üçün yenə eyni qaydanı tətbiq edirik. B vektorunun başlanğıcından perpendikulyar endirik, sonundan perpendikulyar endirik. Perpendikulyarın ikisi də eyni nöqtəyə düşdü. Burada bir məsafə, bir parça alınmadı. Ona görə də deyirik ki, B vektorunun Y oxuna proyeksiyası sıfıra bərabər. Bax, bu bilgini bu məsələyə tətbiq edəcəyik. İndi bu məsələdə bir balaca bunu çəkək bu tərəfə. Aha. İndi bu məsələdə belə bir hissə var. Birinci bu hissəni götürürəm. Bu hissəyə deyirəm elə S1 vektoru. S1 vektorun Y oxuna proyeksiyası sıfırdır. Niyə? Çünki S1 vektoru Y oxuna perpendikulyardır. Ona görə yazıram S1 Y bərabər 0. Digər hissəyə deyirəm S2 vektoru. S2 vektorun Y oxuna proyeksiyası isə uşaqlar mənfidir. Niyə? Çünki Y oxunun S2 vektoru bax burada göstərdiyim kimi əksdir. Bizdən də sürət tələb olunur və düz xəttli bərabər sürətdə hərəkət etdiyi üçün VY bərabər SY böl T-yə görə VY elə SY-dən asılıdır. Birinci halda SY sıfırdırsa VY də sıfırdır. İkinci halda SY mənfidirsə VY də mənfidir. Deməli, cavabımız nə olacaq? C bəndi olacaq. Növbəti 59-cu suala keçid edirik. Daha doğrusu 58-ə.
X ox üzrə hərəkət edən iki cismin koordinatı zamanlaması verilmişdir. Qrafiklər verilmişdir. Cisimlərin görüş yerlərinin koordinatlarını istəyir. Bayaqların bir məsələ var idi, daha doğrusu iki məsələ. Görüş yerlərinin zamanını istəyir, burada koordinatlarını istəyir. Görüşmək nə demək idi? Qrafiklərin kəsişmə nöqtəsi görüşmək idi. Qrafikin biri burada kəsişib, biri burada kəsişib. Burada kəsişəndə koordinat 10-dur. Burada kəsişəndə koordinat mənfidir. Demək 10 və mənfi 10-da kəsişiblər. Cavab A bəndi. Növbəti sualımız 59-cu sualdır. 59-da nə deyir? X oxu üzrə hərəkət edən A, B və C cisimlərinin koordinatının zamanla asılı qrafiki verilmişdir. Hansı ifadələr doğru deyil? Uşaqlar, oxuyanda düzgün oxumaq lazımdır. Doğrudur ya da doğru deyil. Onlara fikir vermək lazımdır. Baxaq. Birinci, B cisiminin sürəti modulu A cisiminin sürəti modulundan böyükdür. Gəlin bir tapaq. B cisiminin sürətini tapanda modul dediyi üçün daha mənfi nəzərə almayacaq. Delta T. Baxaq. B cisimi düşünək ki, buradan buraya qədər gəlib. 4 saniyə yer dəyişməsi 10-dan mənfi 10-a 20-dir. Və 4 saniyə elədi 5. Bəs A cisiminin sürətini tapsaq necə tapacaq? Delta X böl delta T-dən. A cisim üçün də delta X 20 ilə 10 arasıdır 10. Delta T yenə 4. Bu eləyəcək 2 onda 5. Hətta buradan C-ni də tapaq. Yəqin ki, C ilə də bağlı bir ifadə bizdən soruşacaq. Nəsə bir şey soruşacaq. Burada delta X C nöqtəsi üçün 0-dan başlayıb gəlmişik 4 saniyə mənfi 20-yə. Yəni 20 böl 4. Bu da eləyəcək 5. Buradan görsənir ki, B cisimi ilə hələ ki, C cisinin sürəti eyni. İndi oxuyuruq bir-bir, baxırıq. Deyir, B cisinin sürəti modul A cisinin sürəti modulundan böyükdür. Baxaq, B A-dan böyükdür. Bu doğrudur. Amma bizdən doğru deyili soruşur. Deməli, bunu cavab kimi götürmür. B cisinin sürəti modul A cisinin sürəti modulundan kiçikdir. B-nin sürəti A-dan kiçikdir. Yox, yanlışdır. Bunu götürürük o zaman. B və cisimlərin sürətləri modulu bərabərdir. B və C doğrudur. Onda bunu da götürmürük. B və C cisimlərin arasında məsafə hər an sabitdir. Bəli, əgər cisimlərin sürəti eynidirsə, təsəvvürün 2 dənə cisim eyni sürətlə gedirlərsə, onda onlar arasındakı məsafə təbii ki, nə olacaq? Sabit qalacaq. Deməli, bu doğrudur. Doğru variantı axtarmırıq. Biz yanlış axtarırıq. B cisimi ilə C cisimi eyni istiqamətdə gedir. Bəli, B cisimi də aşağı gedir x oxan əksisinə, C cisimi də aşağı gedir x oxan əksisinə. Bu da doğrudur. Bunu da götürmürük. B cisimi ikinci saniyədə istiqamətini dəyişmişdir. B cisimi ikinci saniyədə yox, istiqamətini dəyişməyib. Həmişə x oxan əksinə gedib. Deməli, bu yanlışdır. Yanlış olaraq bunu da götürürük. Yəni, cavab nə olmuş oldu? Biz yanlışlığı axtarırıq. Cavab 2, 6. 60-cı suala baxırıq. 60-cı sualda nə deyir bizə? Cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerdəyişmənin modulundan neçə dəfə çoxdur? A-dan B-yə gəlib A, B-dən C-yə bir dənə də A, C-dən D-yə bir dənə də A. Deməli, getdiyi yol 3A-dır. Yerdəyişmə də cismin başlanğıc nöqtəsindən son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni, bu qırmızı xətt yerdəyişmədir. Yerdəyişməmiz isə 1A-dır. Neçə dəfə çoxdur deyirsə, 3A böl 1A olur 3. 3 dəfə çoxdur. Cavab 3. 61-ci sualda da deyir ki, cisim ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yerdəyişmə modundan neçə dəfə çoxdur? Yenə də baxırıq. A-dan B-yə 1A, B-dən C-yə bir dənə də A, daha doğrusu A-dan B-yə 2A, B-dən C-yə 1A elədi 3A, C-dən D-yə 2A elədi 5A. Deməli, getdiyi məsafəmiz 5A-dır. Yer dəyişməmiz də A nöqtəsindən D nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yer dəyişməmiz isə 1A-dır. Onda yol yer dəyişmədən neçə dəfə çoxdur? 5 dəfə. Cavabımız 5 olacaq. Növbəti sualımız 62-ci sualdır. 62-ci sualda nə deyir? X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Müşahidəyə başlayandan 3 saniyə ərzində getdiyi yolun yerdəyişmə modulundan neçə metr çox olduğunu hesabla. Baxırıq. Yenə XT qrafikində gedilən yol və yerdəyişmə X oxunun üstündə axtaracaq.
Cisim koordinat olaraq 6-dan başlayıb 2 saniyə müddətində gəlib hara? 1-ə. 6-dan 1-ə gəlibsə nə qədər yol gəlib? Təbii ki 5 metr. Orada dayanmayıb, plus geri qayıdıb. 1-dən qayıdıb hara? 3-ə. Neçə metr? 2 metrdə 1 qayıdıb. Cəmsi nə qədər yol getmiş oldu? 7 metr yol getmiş oldu. Yer dəyişməni necə tapırdıq? Yer dəyişmə isə cismin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt var. Cismin başlanğıc nöqtəsi buradır, son nöqtəsi də buradır. Burada bizim yer dəyişməmiz. Yer dəyişmə 6 ilə 3 arasıdır. Yəni yer dəyişməmiz nə qədərdir? 3 metrdir. İndi gedilən yol 7, yer dəyişmə 3-dürsə, gedilən yol yer dəyişmədən neçə metr çoxdur? Təbii ki 4 metr. Yəni cavabımız 4 metr olacaq. 63-cü sualda da deyir ki, x oxu üzrə hərəkətdə cismin koordinatının zamanla asılı qrafik verilmişdir. Müşahidəyə başlayandan 4 saniyə ərzində gedilən yolun yer dəyişmənin modundan asılı neçə metr çox olduğunu hesablayın. Yenə də 4-dən başlayıb hara gəlib? 1-ə. 4-dən 1-ə neçə metr gəlib? 3 metr. Deməli, hələ ki 3 metr gəlib. Təzədən 1-dən qayıdıb hara? 6-ya. 1-dən 6-ya qayıdıb neçə metr? 5 metr. 3 metr və 5 metr. Cəmsi təzən 7 metr getmiş olur. Yer dəyişməni tapanda başlanğıcdan sonu nə edirik? Birləşdirir. Bu da bizim yer dəyişməmiz. Bəs yer dəyişməmiz nə qədərdir? 4-dən 6-ya gedib 2 metr. İndi soruşur ki, neçə metr çoxdur? Yol 7, yer dəyişmə 2. Neçə metr çox olmuş olur? 5 metr çox olmuş olur. Keçid edək növbəti suala. 64-cü sual. 64. 64-cü sualda nə deyir bizə? Deyir ki, x oxu üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni metr ilə hesablanır. Bu qrafiklərin hər ikisi bərabər sürətdə hərəkətə aiddir. Bunun mən üstünə bir xətt çəkim, A ayrı fərqlənsin. Biz nə edirik? Öncə bunların sürətlərini tapa bilərik. Sürəti necə taparıq? Deməli 64-cü sual. Və A cisminin sürəti təbii ki delta x böl delta t şəklində. A cisminin delta x 10-dur, delta t-si 2. Yəni mən 2 saniyədə sürəti tapıram. Zaten bərabər sürətlə hərəkət etdiyi üçün 2 saniyədə sürət nədirsə, elə 4 saniyədə sürət eyni olmuş olacaq. Bu elədir 5 metr böl saniyə. B cismin sürətini tapmaq istəyirəmsə, onda yenə delta x böl delta t-dən, amma B cismi 4-dən 10-a gedib, yəni 6 metr yol gedib, o da 2 saniyə, bu da elədir 3 metr böl saniyə. Bunların sürətini tapandan sonra, bizdən soruşur, 4 saniyə sonra onlar arasındakı məsafəni tap. Deməli, mən həm A cismin, həm B cismin koordinatlarını tapsam, məsələn, həll etmiş olurum. Bərabər sürətli hərəkətdə koordinatın düsturu x bərabərdir, x0 plus vt. Bu tənliyi 4 saniyə üçün həm A-ya, həm B-yə tətbiq edəcəm. A üçün tətbiq edəndə yazıram. X A bərabərdir, x0 plus VA vurulsun t. A cisminin başlanğıc koordinatı yoxdur, yəni 0-dır. Üstə gəl. A cisminin sürətini 5 tapmışam, t-ni də 4. Bu elədir 20 metr. B cismi üçün tətbiq edəndə x0 plus VB vurulsun t yazacağam. B cismi x0-ı 4-dür, plus VB-ni tapmışdım 3. Vurulsun yenə 4 saniyə. Bu da elədir 16 metr. Biri təsəvvür elə ki, koordinat çəkirik. Bura başlanğıcdır. Deyək ki, atıram A cismi buradan hərəkətə başlayıb gəlib 20-yə. B cismi isə 4-dən hərəkətə başlayıb, o isə gəlib 16-ya. O zaman bunlar arasındakı məsafə nə qədərdir? 4 metr. Yəni cavabımız 4 metr olacaqdır. İndi isə 65-i yazaq. 65 ilə uşaqlar 66 eyni tiplidir. Elə 65-i yazaram, 66-nı da özünüz taparsınız. Ən azı birini də özünüz tapmış olarsınız. 65-ci sual. 65-ci sual. Nə deyir 65-də bizə? X oxu üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metrdir. Müşahidəyə başlayan anda onlar arasındakı məsafəni tap. Yəni, əslində bizdən soruşur, bax bu x0-ı. Çünki ilk anda onlar arasındakı məsafə biri 0-dan başlayıb, biri bilmirik nədən başlayıb. Zaten bunun nədən başladığını tapsaq, onlar arasındakı məsafəni taparıq. Burada
Mən A cisminin sürətini tapa bilirəm rahat şəkildə, amma B-nin sürətini tapa bilmirik. Öncə A cisminin sürətini tapaq. Bizim işimizə yaramaz bilmirəm, amma tapaq. Deməli, A cisminin sürəti delta x böl delta t-yə 14 böl 2, bu elə 7 metr. Hə, işimizə yarayacaq. A cismi sürətini tapandan sonra baxaq görüm A cismi sıfırdan başlayıb hansı koordinata gedib, hara gedib yəni. x0 plus vt. Amma 6 saniyə sonra hara gedib, bunu axtarırıq. x0'ımız 0'dır, plus va-nı tapdıq 7, vur 6 saniyə. Bu elədir 42 metr. Deməli, mən aşağıda göstərirəm. A cismi sıfırdan başlayıb, bax bu A cismi sıfırdan başlayıb, hərəkət eləyib, gəlib hara? 42-yə. Və məsələnin şərtində deyir ki, 6 saniyə sonra onlar arasındakı məsafə 4 metrdir. Dolayısıyla B cismi də hardansa başlayıb, biz bilmirik. O isə gəlib hara gəlib ki, arasındakı məsafə 4 olsun, təbii ki 38-ə gəlib. 38-ə gəldiyini bilirik. Hardan bilirik? Çünki məsələnin şərtində deyir ki, onlar arasındakı məsafə 4 metrdir. Onlar arasındakı məsafənin 4 metr olması üçün o 38-ə gəlməlidir. Deməli, 38 6 saniyə sonra B cisminin son koordinatıdır. İndi biz nə edəcəyik? Həm 2 saniyə üçün koordinatın tənliyini yazacaq, həm də 6 saniyə üçün koordinatın tənliyini yazacaq. 2 saniyə üçün koordinatın tənliyi, amma B cismi üçün yazırıq. Daha A cisminlə işimiz yoxdur. xb bərabərdir x0 plus vb vurulsun t. xb bərabərdir x0 plus vb vurulsun t. Buradan 2 saniyə sonra son koordinatımız 14 idi. Hər ikisini zaten yazıram, 14 bərabərdir. x0'ımız yoxdur. Plus vb-ni axtarırıq, vurulsun 2 saniyə. 6 saniyə sonra son koordinatı 38 tapdım. 38 bərabərdir x0 plus vb vurulsun 6. Bu tənlikdən aşağıdan yuxarı çıxsaq, 34-dən 14-ün çıxsaq eləyər 24 bərabər x0-dan x0 çıxsaq 0 eləyər, 6v-dən də 2v-ni çıxsaq eləyər 4vb. Və mən buradan vb-ni tapıram ki, olur 6 metr böl saniyə. B cismi sürəti 6 tapandan sonra həmən bu sürəti istəsən ikinci tənlikdə, istəsən birinci tənlikdə yerinə qoyaraq rahat şəkildə x0 taparıq. Elə ikinci tənlikdə yerinə qoyuram. 38 bərabərdir x0 üstə gəl 6 vur 6. Buradan x0 bərabərdir 38 çıx 6 vur 6 nə eləyir? 36. O da bərabərdir 2 metr. Deməli, başlanğıc anda onlar arasındakı məsafə nə qədər imiş? 2 metr imiş. Və digərlərində 66-cı sualda eyni olduğu üçün onu da sizə buraxıram. Yazın, yaza bilməsəz yorumlarda yazarsınız. Növbəti dərsdə onu da izahını verərəm. Kanalımızı izləməkdə davam edin. Bütün mövzuların sualları hissə hamısını izah edəcəm. Sağ olun.